Nadir Babazadə, ABB Invest İnvestisiya şirkətinin icraçı direktoru. ABB Invest 2020-ci ildə ABB tərəfindən yaradılmış törəmə şirkətdir və əsas fəaliyyətimiz kapital bazarında göstərdiyimiz xidmətlərdən ibarətdir. Biz pərakəndə və korporativ müştərilərimizə qiymətli kağızları investisiya məsləhətlərinin verilməsi və kapital cəlbində yardımcı oluruq. Belə ki, 2023-cü ildə Cənab Prezidentin sərəncamı əsasında 8 dövlət payı olan şirkətin özəlləşməsi haqqında sərəncam imzalanmışdır və bu istiqamətdə biz ilkin olaraq ABB-nin ilk xalq IPO-sunu, yəni səhmlərin xalqa təqdim edilməsi prosesində aktiv iştirak etmişdir və bu prosesi əvvəldən sonradək aparmışdır və bütün bu proses tam olaraq elektronlaşdırılmış mobil tədbiq üzərindən keçirilmişdir. Bizim kapital bazarındakı fəaliyyətimizi yüksək dəyərləndirdiyinə görə Kaspian Enerjiyə öz təşəkkürümüzü bildiririk. Bu əldə etdiyimiz nailiyyət və bu nominasiya üzrə qalib seçilməyimiz bizə əlavə motivasiya verir və biz növbəti illərdə də bu nominasiya üzrə qalib olmaq üçün əlimizdən gələni edəcəyik. Kaspian Enerji ilə bizim tərəfdaşlığımız uzun müddətli olmasa da biz 2 vacib forumda aktiv iştirak etmişdik. Biri Gürcüstanın Batumi şəhərində baş tutmuş yaşıl enerji ilə iqtisadiyyata töhfəsi istiqamətində baş tutmuş müzakirələrdə aktiv iştirak etmişdik. Daha sonra 20-ci investisiya forumunda baş tərəfdaş olaraq yerli və xarici təcrübəni bölüşməsi, özəl sektor nümayəndələrinə bu haqda geniş məlumatın verilməsində aktiv iştirak etmişdik və Gürcüstan, Qazaxıstan, Amerika Birləşmiş Ştatlarından dəvət olunmuş spikerlər vasitəsilə xarici təcrübənin də Azərbaycana necə dəstək ola biləcəyi, necə töhfə biləcəyi haqqında da məlumatlar çatdırılmışdı. Bir daha Kaspian Enerji ailəsinə başda Telman müəllim olmaqla təşəkkürümü bildirirəm və hər kəsə uğurlar arzu edirəm.